Salam əziz abituriyentlər. Bugün sizinlə ismi birləşmələr testlərinin izahına baxacağıq. Başlayaq birinci sualdan. Aslı tərəfi düzəltmə isimlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Burada C variantını götürəcəyik. Qoru feilindən qoruq ismi yaranmışdır. Bizdə də aslı tərəfi düzəltmə ismi olan soruşur. A variantında dağıntı sadə isimdir. B variantında gözəllik düzəltmə ismi olsa da, gözəllik arzulayan feili birləşmədir. D variantında dağların sadə isimdir. Y variantında yaxşılıq itirən feili birləşmədir. İkinci sual. Əsas tərəfi isimlə ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Burada bizim özümüz, burada özümüz bildiyiniz kimi əvəzlikdir. Yaxşı sifətdir. Əsgərlərdən 3 saydır. Onlardan bəziləri bəzi əvəzlikdir. Hamısı əvəzlikdir. Çoxu saydır. Burada Y variantını götürəcəyik. D variantında dadlı sifətdir. Birimiz saydır. Burada nəyə görə mən ikinci hissələrə baxıram? Çünki bizdə əsas tərəfi soruşur. Söz birləşmələrində də əsas tərəf, yəni ikinci tərəf olur. Burada Y variantını götürürük. Çünki onun baxışları. Burada baxış isimdir. Görüş isimdir. Bizə də əsas tərəfi isimlə ifadə olunmuş söz birləşmələrini göstərin deyir. Üçüncü sual. Hansı söz birləşməsinin yalnız bir tərəfi isimdir? Dağlara qalxmaq. Burada feil var. Bir tərəf isimdir, bir tərəf feildir. Qızıl payızda hər iki tərəfdə isimdir. Bitki növündə hər iki tərəf isimdir. Yanğın təhlükəsi hər iki tərəf isimdir. Danışıq tərzində nə? Danışıq. Tərsinə, tərs. Burada A variantı olacaq. Yalnız bir tərəf isimdir. İsmi birləşmələri əgər dərsini oxumamısınızsa, yaxud unutmuşsunuzsa, yadınıza sala bilərəm. İsmi birləşmə 3 nöqtəli söz birləşməsidir. Birinci nöqtəli söz birləşməsi, ikinci nöqtəli söz birləşməsi, üçüncü nöqtəli söz birləşməsi. Birinci nöqtəli söz birləşməsində yəni aslı və əsas tərəfdə heç birində şəkilçi olmur. Belə desək boş olur. İkinci nöqtəli söz birləşməsində aslı tərəfin heç bir şəkilçisi olmur, ancaq əsas tərəf mənsubiyyət şəkilçisindən ibarət olur. Üçüncü nöqtəli söz birləşməsində həm yel-şal şəkilçisi, həm də mənsubiyyət şəkilçisi olur. Yəni üçüncü nöqtəli söz birləşməsinin birinci hissəsində aslı tərəfində yel-şal şəkilçisi, yəni müəyyən yel-şal şəkilçisi, əsas tərəfində isə mənsubiyyət hal şəkilçisi işlənir. Davam edək. Dördüncü sualda qalmışdıq. Aslı tərəfi sayla ifadə olunmuş ismi birləşməni istəyir bizdən. Aslı tərəfi sayla ifadə olunmuş. Buradan Y variantını götürəcəyik. Xeyli kitab. Xeyli aslı tərəfdir. Sayla ifadə olunub. Kitab isə əsas tərəfdə isimdir. Çoxdan görüşməyən bu feili birləşmədir. Uşaqların çoxu burada aslı tərəf sayla ifadə olunmayıb. Tələbə birliyində ifadə olunmayıb. D variantı birinci gələn, bu da feili birləşmədir. Yəni birinci tərəf sayla ifadə olunsa da, aslı tərəf sayla ifadə olunsa da bu feili birləşmədir. Bizdə isə ismi birləşməni istəyir. Beşinci sual. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Burada A variantı olacaq. Çevik alay. Yaxşı oxuyan, yaxşı sifət olsa da, yaxşı oxuyan feili birləşmə, ismi birləşmə deyil. Şüşə qab, hər iki tərəf gördüyümüz kimi isimdir. Uşaqların ağıllısı, birinci tərəf sifət deyil. Yun şal hər iki tərəf isimdir. Altıncı sual.
İsmi birləşmənin müəyyən edin deyir bizə. Burada D variantı olacaq ismi birləşmə. İradəli gənclər. Şəhərdən çıxmaq burada məsdər işlənmişdir, fe'l birləşmədir. Bu fe'li sifətdir, yenə fe'l birləşmədir. Gedərkən, arıkən fe'l bağlama şəkilçisidir. Bu da fe'l birləşmədir. Vətən sevmək. Bu da fe'l birləşmədir. 7-ci sual. Tərəfləri düzəltmə sözlərdən ibarət olan söz birləşməsidir. Bizdən hər iki tərəfi də düzəltmə sözlərdən ibarət olan söz birləşməsini istəyir. A variantını götürəcəyik. Uşaq, uşaqlıq, düzəltmə söz, yol, yoldaş, düzəltmə söz. Burada kran sadə sözdür. Amal sadə sözdür. Günəş işığı hər ikisi sadə sözdür. Yaxşı oxuyan. Burada da birinci tərəf gördüyümüz kimi sadə sözdür. Ona görə A variantını götürür. 8-ci sual. 8-ci sual görsənir. Tərəfləri düzəltmə sözlərdən ibarət olan ismi birləşmə. Yəni hər iki tərəfdə düzəltmə sözlərdən ibarət olsun deyir. D variantını götürəcəyik. Gözəl, gözəllik. Vurmaq, vurğun. Keçək 9-cu suala. Biri ismi birləşmələrdən ibarətdir. Burada olacaq D variantı. Yaşamaq arzusu, bir də səmimi söhbət. Digərləri isə fe'li birləşmələrdir. Ona görə də C variantını D variantını götürəcəyik. Yaşama arzusunda yaşamaq, yəni birinci aslı tərəf ifadə olunmuşdur nəslərlə. İkinci sözdə isə səmimi necə sifətlə ifadə olunmuşdur aslı tərəf. 10-cu sual. Biri ismi birləşmələrdən ibarət deyil. D variantı. Sərhədləri qoruyan fe'li birləşmədir. Xalqını sevən fe'li birləşmədir. Digərləri ismi birləşmədir. Digər variantlarda olan birləşmələr ismi birləşmədir. 11-ci sual. Tərəflər isimlə ifadə olunmuş söz birləşməsini müəyyən edin. Burada C variantı olacaq. İpək də isimdir, şal da isimdir. Digərlərində dadlı sifətdir. Xördə isim olsa da. Oxuyan fe'li sifətdir. Bülbül isim olsa da. Bizim əvəzlikdir. Meşədəki sifətdir. 12-ci sual. İsmi birləşməni müəyyən edin. A variantı olacaq. İnsan düşündürən əsər. Digərləri gördüyümüz kimi məsdər işlənmişdir. Fe'li sifət işlənmişdir. Fe'li sifət işlənmişdir. Fe'l bağlama işlənmişdir. Digərləri fe'li birləşmədir. Bizdən isə ismi birləşməni soruşur. Ona görə A variantı olacaq. 13-cü sual. Bir ismi birləşmənin əsas tərəfi olmur. Burada A variantı götürəcək. İsmi birləşmələr yəni əksərən adlarla ifadə olunur. Bəzi hallarda məsdərlə ifadə oluna bilər. Ona görə də A variantını götürəcək. Yəni ismi birləşmə fe'li bağlama ilə ifadə oluna bilməz. Fe'li bağlama işlənə bilməz. 14-cü sual. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməni müəyyən edin deyir bizə. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşmə. Meşədəki əhvalat hansı əhvalat? Meşədəki əhvalat elə A variantıdır. Neft fontanında neft isimdir. Yəni Y variantında qızıl aslı tərəf isimdir. Yaxşı sifət olsa da yaxşı oxumaq fe'li birləşmədir. Neft istehsal edən bu da fe'li birləşmədir. 15-ci sual. Ey ilham pərisi, ey azad səhər, nə qədər bəxtiyar görürəm sizi. Burada soruşur ki, ismi birləşməsinin taktik vəzifəsi nədir? Burada xitab olacaq. Çünki müraciət edir. Ey ilham pərisi, ey azad səhər, nə qədər bəxtiyar görürəm sizi. D variantı olur 15-ci sualda. 16-cı suala keçək. On altıncı sual.
Aslı tərəfi qeyri-müəyyən əvəzli ifadə olunmuş ismi birləşməni müəyyən edin. Qeyri-müəyyən əvəzli istəyir bizdən, ona görə D variantını götürəcək. Hər kəsin borcu. 17-ci sual. Əsli tərəfi miqdar sayı ilə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Miqdar sayı deyirsə, B variantını götürəcək. 11 stul. Birinci sinif bu sıra sayıdır. Uşaqların yarısı, burada sayı yoxdur. 5 almaq. Bu ismi birləşmə deyil. Sonuncu qatar, bu da burada da yoxdur say. Keçirik 18-ci suala. Aslı tərəfi bir dəqiqə görüm görsənir. Aslı tərəfi qeyri-müəyyən miqdar sayı ilə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Qeyri-müəyyən miqdar sayını istəyir bizdən. Qeyri-müəyyən miqdar sayını istəyir bizdən. Yüzlərlə şagird, 5 kitab, sonuncu əsər. Buradan B variantı götürəcəyik. Aslı tərəfi qeyri-müəyyən miqdar sayı ifadə olunmuş ismi birləşməni soruşur bizdən. B variantı olacaq. Yüzlərlə şagird. Keçirik 19-cu suala. Hansı birləşmələrdə aslı tərəf isimlər ifadə olunub? Aslı tərəf isimlə ifadə olunub. Xampərənin hekayəsi Xampəri. Kimin Xampərinin hekayəsi? Rəssamlığı xoşlamaq. Nəyi rəssamlıq? Xoşlamaq 1, 2. İşdən qayıtmaq 1, 2, 4. 1, 2, 4. Y variantını götürürük. Cari necə sifətdir? Birdən gülmək. Birdən gülmək bu zərf olacaq. 20-ci sual. 20-ci suala baxaq. Aslı tərəfi mürəkkəb sifət olan ismi birləşməni müəyyən edin. Aslı tərəfi mürəkkəb sifət olan ismi birləşməni müəyyən edindir. Ölkələr arası müqavilə. Çox mərtəbəli bina. Necə bina? Çox mərtəbəli bina. 1, 3. Qarabuğdayı oğlan. Necə oğlan? 1, 3, 4. Düzbucaqlı çəkəndə bu feili birləşmədir. Qalblər çağıran feili birləşmədir. Ona görə də C variantını götür. 1, 3, 4. Ölkələr arası müqavilə, çox mərtəbəli bina, qarabuğdayı oğlan. 21-ci sual. Aslı tərəfi sifət olan ismi birləşmələri müəyyən edin. Aslı tərəfi sifət olan ismi birləşmələr. Yumurtanın sarısı, ocağın közü, almanın qırmızısı, meyvənin təzəsi, qırmızının çaları, ağıllının biri. Burada C variantı olacaq. Çünki bizdən aslı tərəfi sifət istəyir. 21-ci suala C variantını götürürük. Keçirik 22-ci sual. Aslı tərəfi məslər olan söz birləşmələrini müəyyən edin. Biz birinci tərəfdə məslər axtaracağıq. Oxumaq arzusu. Oxumaq məslər olsa da yamaq, yəni ümumiyyətlə feil deyil, yamaq isimdir. Burada C variantı olacaq. Oxumaq da məslərdir, yaşamaq da məslərdir. Həmçinin birləşmənin aslı tərəfidir, birinci tərəfidir. Ona görə də 22-ci suala D variantını götürək. 23-cü sual. Mən babama həmişə yeni kitablardan danışardım cümləsində işləmiş söz birləşməsinin aslı tərəfini ifadə vasitəsini müəyyən edin. Mən babama həmişə yeni kitablardan danışardım. Yeni kitablardan. Necə kitablardan? Yeni kitablardan. Burada təyin olacaq. Üzr istəyirəm. Burada bizdən
ifadə vasitəsi bizdə nitq hissəsi kimi soruşur. Mən elə bildim bəs cümlə üzvü olaraq soruşur. Yeni necə sifət olacaq? D variantını götürürüm 23-cü sualda. Keçirik 24-cü suala. Hansı sıradakı isim birləşmələrin aslı tərəfini müəyyən yel kala çevirmək olmur? Bayaq sizə qeyd eləmişdim. Yəni ikinci növ təyin söz birləşməsində hər iki tərəf şəkilçi qəbul edir. Aslı tərəf yelçan şəkilçisini qəbul edir. Əsas tərəf isə mənsubiyyət şəkilçisini qəbul edir. Bizdə deyir ki, ismi birləşmənin aslı tərəfi müəyyən yelkana çevirmək olmur. Dəniz havasında dənizin havası deyə bilirik. Kitabın vərəqi deyə bilirik. Evin avadanlığı deyə bilirik. Yenə dənizin havası deyə bilirik. Şəhərin mənzərəsi, heyvanın ətri, saatın əqrəbi, almanın qabığı. Bunları yəni çevirə bilirik yəli hala. Saat əqrəbi, saatın əqrəbi, alma qabığı, almanın qabığı. Ancaq Y variantında əlin ağacı, qolun saatı deyə bilmirik. Əl ağacı, qol saat deyirik. Y variantı 24-cü sual. Keçir 25-ci suala. 25-ci sualda nə soruşur? Hansı sıradakı ismi birləşmələrin aslı tərəfini müəyyən yelkana çevirmək olmur? Yenə bayaqki sualda olduğu kimidir. Burada elə A variantı olmalıdır. A variantını götürəcəyik. İdmanzalı dil qabiliyyəti. Kəndin klubu, almanın çiçəyi, gəncliyin duyğusu, düşmənin sözü. 25-ci sualda A variantını götürürük. Keçir 26-cı suala. Hər iki tərəf isimlə ifadə olunmuş ismi birləşmələrdir. Hər iki tərəf isimlə ifadə olunmuş ismi birləşmələrdir. 3 badan burada 3 sayı ifadə olunub. Kiçik qayıq, B variantında kiçik qayıq, kiçik sifətlə ifadə olunub. Bizdə hər iki tərəfi isim istəyir. C variantı olacaq. Gümüş kəmər, əmim kərim, yun şal. 27-ci sual. Amansız düşməndən qisas alınmasa, yaralı ürəklər çətin sağalar. Cümləsindəki ismi birləşmələrin aslı tərəfi nə ilə ifadə olunmuşdur? Burada amansız düşmən, amansız necə sifətlə ifadə olunmuşdur. Yaralı ürəklər, yaralı da sifətlə ifadə olunmuşdur. Ona görə də A variantını götür 27-ci suala, 28-ci sual. Şirin xatirələr birləşməsi hansı cümlədə nöqtələrin yerinə yazılsa, xatirəli sözü adlı halda olar. Şirin xatirələr bölüşmək zövq vericidir. Şirin xatirələri bir-bir yadına salırdı. Şirin xatirələri unutmaq asan deyildi. Şirin xatirələri qələmə alanda kövrəlmişdi. Burada Y variantını götürürük. Şirin xatirələri heç vaxt unudulmayacaq deyə bilmirik. Şirin xatirələr heç vaxt unudulmayacaq. Ona görə 28-də Y variantını götürürük. 29-cu sual. Nümunələrin birində birinci tərəf əsas, ikinci tərəf aslı sözdür. Burada 29-cu sualda elə A variantı olacaq. Yurdum mənim. Burada yurdum əsasdır. Mənim isə aslı tərəfdir. Yəni yurdumla mənim yer dəyişməsi eləyib. Ona görə 29-cu sual A variantı olur. 30-cu suala baxırıq. İsmi birləşmələrlə bağlı fikirlərdən bir dəqiqə. İsmi birləşmələrlə bağlı fikirlərdən biri doğru deyil. Doğru deyil. Bitmiş fikir ifadə etmir. Bizdən doğru olmayan soruşur, hə? Bu bitmiş fikir ifadə etmir, bəli, bu düzdür. Ancaq isimlər vasitəsilə əmələ gəlir. B variantı yanlışdır. Çünki ismi birləşmələrdə isimdən əlavə, yəni
bütün adlayan çox nitq hissələri işlənir, bütün nitq hissələri işlənir, sifət işlənir, say işlənir, zərf işlənir, hətta fe'li sifət belə işlənir. Ona görə də B variantını götürürük 30-cu sualda. Və 31. 31-ci suala baxırıq. Sözün açığı mən də onun kimi nə etdiyimi bilmirdim. Cümləsində ismi birləşməli sintaktik vəzifəsini müəyyən edin deyir. Sözün açığı mən də onun kimi nə etdiyimi bilmirdim. Sözün açığı, düzü, sözün açığı. Burada ara söz olmalıdır. Sözün açığı mən də onun kimi nə etdiyimi bilmirdim. Aha, burada götürürük ara söz, C variantı. 31-ci sual ara söz. Keçirik 32-ci sual. Hansı cümlədəki ismi birləşmənin əsas tərəfi sifətdir? Ana dilini yaxşı bilmək hamının borcudur. Bizdə əsas tərəfi sifət istəyir ismi birləşmənin. Ana dili bu ismi birləşmədir. Hamının borcu. Borc, nə borc? O tərəfə yol yoxdur. Deməyə sözüm çoxdur. Səydən kitabı uğur qazanır. Rüfət uşaqların ən savadlısıdır. Uşaqların ən savadlısı. Burada Y variantı olacaq. Savadlısı əsas tərəfdir və sifətlə ifadə olunub. 33-cü sual. Demək 32 Y variantı oldu. 33-cü sual. Ana yun corabı oğluna toxuyurdu cümləsində ismi birləşmənin tərəfləri ifadə olunub. Yun corab. Yun corab hər iki tərəfdə isimdir. Burada göstərdiyi kimi B variantını götürürük. Bilmirəm, düşmüşdü. 33-cü sual. Hər halda siz testinizə baxarsınız da, əgər düşməyibsə. Keçirik 34-cü suala. Dəqiqə. Kəşfiyyatçılarımız indi düşmənin mövqelərini aydın görürdülər. Cümləsində ismi birləşmə hansı cümlə üzvüdür? Düşmənin mövqelərini nəyi aydın görürdülər? Burada tamamlıq olacaq. 34-də Y variantını götürürük. Yəni ismi birləşmə tamamlıqla ifadə olunur. Düşmənin mövqelərini nəyi? Y variantını götürürük 34-də. Keçirik 35-ci suala keçirik. Bir dəqiqə. Tərkibində 3 əsas nitq hissəsi işlənmiş ismi birləşmələri müəyyən edin. 3 əsas nitq hissəsi işlənmiş ismi birləşmələri istəyir bizdən. Onun tək çalışmaq. Burada ikisi işlənib. Tez bitən hekayə. Burada 3 işlənsə də artıq bu qaydanı pozur. Dalğın baxışları seyr etmək, bu ismi birləşmə deyil. C variantında məktəbin təzə müdiri, evə gedən yol, ən dadlı xörək. Burada ən köməkçi nitq hissəsi, əsas nitq hissəsi deyil. D variantında sərin su içərkən, bu yenə fe'li birləşmədir, ismi birləşmə deyil. Bizdən 3 əsas nitq hissəsi ilə ifadə olunmuş. Yəni ismi birləşmə istəyir. Burada Y variantı olacaq. Nizami Gəncəvinin İskəndərnamə əsəri və şəhərin dar küçəsi. Müəllimin sevimli şagirdi. Burada 3 də əsas nitq hissəsi ifadə olunub. 36-cı sual. Aslı tərəfi düzəltmə. Sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Dərin məna, sərin su, gözəl qız. Elə A variantını götürürük. Dərin də, sərin də, gözəl də sifətdir və aslı tərəfdir. Keçirik 37-ci sual. Aslı tərəfi fe'li sifət ifadə olunan söz birləşmələrini müəyyən edin deyir bizə. Baxaq.
sifətlə ifadə olunmuş. Da D variantıdır yəqin ki, çünki qaçağan at. Burada fe'li sifətlə deyir də, hə. Qaçağan. Yox, qaçağan deyil. Qaçağan, ağan, yağan fe'li sifət şəkilçisi deyil. D götürmürük. Fe'li sifət şəkilçisini istədiyinə görə, fe'li sifətlə ifadə olunmağını istədiyinə görə biz götürürük B variantını. Yandırılmış ocaq, görünən günəş, görüləsi iş. Birinci rəvəzində sifətlə ifadə olunan soruşur. Keçirik 38-ci suala. Demək, 37-ci sualda C variantı oldu. 38-ci sual. İlişib qalmışam qəm çalasında, bir gözəl tilsimin daşqalasında. Burada bizdən nə soruşur? Nümunədə hansı söz ismi birləşmədə həm əsas, həm də aslı tərəf kimi işlənib? Qəm çalasında, daşqalasında. Dəqiqə. İlişib qalmışam qəm çalasında, bir gözəl tilsimin daşqalasında. Burada bir tilsimin, burada tilsim sözü olur. Bir tilsimin bir birləşmədir. Tilsimin daşqalası, tilsim qalası. Burada da bir başqa birləşmədir. Yəni bir tilsimin burada tilsim əsas hissə kimi götürülür. Yəni əsas tərəf kimi götürülür. Tilsimin qalası, burada da qalası əsas tərəf kimi götürülür. Tilsim aslı tərəf kimi götürülür. Ona görə də B variantını götürürük. 38-ci sualda tilsimin. 38. Ümid edirəm ki, başa düşdünüz. 39-cu suala keçirik. Nümunədə hansı sözlər ismi birləşmə yaradır? Mənsur bu bitkilərin çoxunu tanımırdı. Bu bitkilərin, bir də bitkilərin çoxunu. 2, 3, 3, 4. Y variantını götürürük 39-cu sualda. Keçirik 40-cı suala. 40-cı sualda nə soruşur? Baba nəvəsinə oxuduğu kitablardan danışdı. Cümləsində hansı söz ismi birləşmənin aslı tərəfidir? Bizdən aslı tərəfi istəyir. Baba nəvəsinə oxuduğu kitablardan danışdı. Oxuduğu kitablardan. Burada oxuduğu olacaq. C variantını götürürük 40-cı suala. Keçirik 41-ə. Mən onun gözü ilə cahana baxım. Cümləsində hansı sözlər ismi birləşmənin tərəfləridir? Mən onun gözü ilə cahana baxım. Onun gözü. B variantı olacaq. 41-ci suala B. Keçirik 42-yə. Az qalıb bitirmək üzrəyik testi. Hansı sözlər ismi birləşmənin əsas tərəfi kimi işlənib? Dağı dərəsi yurdumun göz oxşayır, könül açır. Hansı sözlər ismi birləşmənin əsas tərəfi kimi işlənib? Yurdumun dağı dərəsi, yurdumun. Yurdumun dağı dərəsi. Burada dağı dərəsi olacaq. B variantını götürürük. 42-yə B. 43-cü suala baxırıq. Hansı nümunədə ismi birləşmə işlənməyib? Heydər baba ildırımlar çaxanda. Fe'li birləşmədə ildırımlar çaxanda, sellər, sular şaqqıldayıb axanda. Bu da fe'li birləşmədir. Bizdən işlənməyən soruşur. A variantı olacaq. İslam'a hörmətlə azad nəslə ismi birləşmədir. Dünyanın xilaskar ismi birləşmədir. C variantında sakit meydan ismi birləşmədir. Sarı yarpaqlar ismi birləşmədir.
D variantında bizim böyük dünyamız ismi birləşmədir. E variantında mən onun gözü ilə cahana baxım. Onun gözü ilə ismi birləşmədir. A variantını götürürük. 43-cü sualda 44-cü sual. Hansı nümunədə ismi birləşmə işlənməyib? Bu sonsuz dərələr, qalın meşələr, boynu bükük duran tər bənövşələr. Burada işlənib. Sonsuz dərələr, qalın meşələr, tər bənövşələr. Bunlar ismi birləşmədir. Dəniz sevinirdi gəlişimizə, dalğalar dikəlib bizə baxırdı. Burada elə B variantı olacaq. 44-cü sualda B. C variantında işlənib Durnagözlü bulaqlar var. Bu dağ, çox keçmişəm bu dağlardan. Bu dağlar rəsmi birləşmədir. Mənim Könül adlı bir yoldaşım var. Könül adlı ismi birləşmədir. Könülsüz bir həyat bir-biranədir. Bu da ismi birləşmədir. Y variantında kim mindir sabahdan axşama qədər yağışda, yağmurda çalışan əllər. Çalışan əllər də ismi birləşmədir. Ona görə də götürürük biz A variantını. A variant, üzr istəyirəm, B variantını götürürük. Burada ismi birləşmə yoxdur. 44-də də B. 45-ci suala baxırıq. Qrammatik şəkilçinin köməyi olmadan formalaşmış ismi birləşmələri müəyyən edin. Şeirdəki iradə. Qrammatik şəkilçinin köməyi olmadan deyir bizə. 4-ü götürəcəyik. 6-nı götürəcəyik. 4, 6. Bir də 1-i götürürük. Şairdəki. Burada dəki qrammatik şəkilçi deyil. Düzəltmə leksik şəkilçidir. 46-cı suala baxırıq. Cümlə üzvü kimi tərəflərinə parçalanmayan ismi birləşmə işləndiyi nümunələri müəyyən edin. Cümlə üzvü kimi tərəflərinə parçalanmayan ismi birləşmənin işləndiyi nümunələri müəyyən edin. Bu, yəni ümumilikdə tərkib kimi işlənə bilən, yəni bir cümlə üzvü kimi işlənə bilən soruşur. Bizdə yaşıl yamaclarda, necə yamaclarda? Burada parçalanır. Oxuyan şagirdə, hansı şagirdə? Oxuyan şagirdə. Hər tərəf yaşıllığa bürünmüşdü. Hara? Hər tərəf. 3-ü götürürük. Qədim dövrdə farsça yazmaq. Nə zaman farsça yazmaq? Qədim dövrdə. Nə vaxt? Qədim dövrdə. 4-ü götürürük. 3, 4. Bu bina yeni ildə istifadəyə veriləcək. Bu bina hansı bina? Amma bu bina yeni ildə. Nə vaxt istifadəyə veriləcək? Yeni ildə. 3, 4, 5. 46-ya 3, 4, 5. 47-ci suala baxırıq. Hansı nümunədə ismi birləşmə təyin vəzifəsindədir? Oktayın kiçik qardaşı Fərid 10-cu sinif şagirdidir. İsmi birləşmə Fərid. Kiçik qardaşı Fərid. Hansı Fərid? Oktayın kiçik qardaşı Fərid. 1-i götürürük. Müdir müavini Rəcəbov. Hansı Rəcəbov? Müdir müavini Rəcəbov. Burada da təyindir ismi birləşmə. 2-ni götürürük. 1, 2. Cavan aşiq barmaqlarını zil pərdələrdə gəzdirdi. Kim barmaqlarını zil pərdələrdə gəzdirdi? Cavan aşiq. Burada 4-ü götürürük. Bir də qocaman neftçinin oğlu. Hansı? Qocaman neftçinin oğlu Tahir. Hansı Tahir? Qocaman neftçinin oğlu Tahir. Burada da hansı suala cavab verir? Təyindir. 1, 2, 4. 47-ci sualda 1, 2, 4-ü götürürük. 10 xəttdə dayanan əsgərlərə kömək göndərilib.
Kimə kömək göndərilib? Ön xəttə dayan əsgərlər. Keçək 48-ci suala. Səkinə indi mətbəxdə təzə meyvələr yuyurdu. Cümləsində yanaşı işlənən hansı sözlər ismi birləşmənin tərəfləridir? Bizdən ismi birləşmənin tərəflərini soruşur. Təzə meyvələr 4-dən 5-i götürürük. Təzə aslı tərəfdir, meyvələr əsas tərəfdir. 49-cu sual. Yenə ismi birləşmənin aslı tərəfini istəyir bizdən. Elşən dünən bizə bu kitabları gətirmişdi. Burada 4 olacaq. Cavab bu. Bu aslı tərəfdir. Bu kitablar. Kitablar isə əsas tərəfdir. Bizdən aslı tərəf istəyir. 50-ci sual. Hansı cümlədə ismi birləşmənin əsas tərəfi tamamlıqdır? Hansı cümlə ismi birləşmənin əsas tərəfi tamamlıqdır? Cəsur Məlikdac hücum edib şəhəri aldı. Mən özümü böyük eşqimə qurban verdim. Nəyə qurban verdim? Böyük eşqimə. Eşqimə nəyə? Burada 2-ni götürəcəyik eşqimə. Tamamlıqdır. Kərbəlayı tapdığım bağında bir cərgə üzüm tənəyi var idi. Üzüm tənəyi nəyi? Üzüm tənəyi var idi. 2, 3. Sağda 2 ilə 3'ü götürürük. Bizə də ismi əsas tərəf tamamlıqdır deyir. Kərbəlayı tapdığım bağında bir cərgə üzüm tənəyi var idi. Nə var idi? Bir cərgə üzüm tənəyi. Burada 4'ü götürəcək. 2 ilə 4'ü. Biz belə insanları unutmamalıyıq. Kimi unutmamalıyıq belə insanları? Burada kimi tamamlanan sualıdır. Mən özümü böyük eşqimə qurban verdim. Nəyə qurban verdim? Böyük eşqimə. Burada 2 ilə 4'ü götürürük 50-ci sualda. Təşəkkür edirəm dinlədiyiniz üçün. Kanala abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.